Bu ilin ilk 9 ay ərzində Azərbaycanda doğulanların sayı 72210 nəfər, vəfat edənlərin sayı isə 44409 nəfər olub. Yenavos.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkə üzrə əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayı 9,4, ölənlərin sayı isə 5,8 təşkil edib. Azərbaycanda doğulanların və ölənlərin sayını nəzərə aldıqda, ölkə üzrə qeydə alınan təbii artımın 27801 nəfər və ya əhalinin hər 1000 nəfərinə 3,6 olduğu görünür. Məlumat üçün bildirək ki, Azərbaycanda təbii artımın ən yüksək olduğu rayon Yardımlı rayon olub. Bu rayonda 9 ay ərzində 763 doğum, 220 ölüm qeydə alınıb. Yardımlıda əhalinin hər 1000 nəfərinə düşən təbii artım 10,5 təşkil edib. Ən az təbii artım isə Gəncə şəhərində qeydə alınıb. Gəncədə əhalinin hər 1000 nəfərinə düşən təbii artım 0,1 olub. Belə ki, bu ilin ilk 9 ayında Gəncədə 1620 nəfər doğulub, 1594 nəfər vəfat edib. Azərbaycanda şəhər və rayonlar arasında təbii artımın olmadığı yeganə yer Naftalan şəhəri olub. Bu ilin ilk 9 ayında Naftalanda 55 doğum, 57 ölüm halı qeydə alınıb ki, nəticədə şəhərdə əhalinin hər 1000 nəfərinə düşən təbii artım -0,3 təşkil edib. Bu ilin yanvar-sentyabr aylarında ölkənin şəhər və rayonlarında qeydə alınan əhalinin hər 1000 nəfərinə düşən təbii artım belə olub.